İnna hâze'ş-şehr qad faddalahullah. Bu ay elə bir aydır ki, Allah bu ayı çox üstün yaradıb. Və əzzəmə hurmətəhu və əvcəbə lis-saiminə fihi kəramətə. Buyurur, bu ay elə bir aydır ki, Allah bu ayı əzəmətli yaradıb. Hörmətin, ehtiramın əzəmətli eləyib. Və oruç tutanlar üçün bu ayda öz kəramətin vacib eləyib. Ki, bir nəfər mübarək Rəcəb ayında oruç tuta, deyir, Allah öz kəramətin, ehtiramın, o insana hörmətin vacib eləyib özünə. Ki, buyurur, bu balaca bir söz deyil, Həzrət İmam Sadiq əleyhissalamın bu sözü. İnsan düşünsə, mən üstündən keçirəm bunları, amma bunlar düşünüləsi cümlələrdir, fikirləşiləsi cümlələrdir. Təsəvvür elə, Allah insana vacib eləyib nəsə, orucu, namazı, ibadəti, bəzi işləri. Bəzi vacibatlar vardı, insana vacibdir. Allah insanın üzərində hökmranlıq eləyə bilir. Ona görə vaciblər eləyib. Bir qrup işləri qadağan eləyib. Deyir, haramdır, olmaz. Yaxşı, nə məcbur eləyir ki, Allah özü-özünə vacib eləyən nə isə? Bəzi işlər var ki, Allah özü-özünə məcbur eləyir, vacib eləyir. Buyurur, Allah bu ayda oruç tutanlara özünün ehtiram eləməsin, hörmət eləməsin, kəramət eləməsin vacib eləyib özünə.